Hər biriniz salamlarım kanalımıza videomuza xoş gəlmisiniz. Başlarına gördüyünüz kimi bugün yeni bugün Azərbaycanda mizah videolarına baxırıq. Bir dənə səhifə tapmışam ki, ancaq mizah videoları düzəldir. Yəni yumor, gülməli videolar, zarafatsız videolar, qəşəng shit video demirəm çünki həqiqətən də bu adamın videoları məni ləzzət edir. Bu sözü neyse videomuza like atıb kanalımıza abunə olmağı yaddan çıxarmırsınız. Bu arada birinci qışqırdım, qorxma ya. Sonradan xəbərdarlıq edeyim ki, birdən nəsə olar, qorxu falan eləyəsiniz, qorxma. Deməli like atırsınız, kanalımıza abunə olursunuz. Mən də Qaqazan bugün işə getmədim. Dedim ki, bir dənə video çəkib partlayış eləyəcəm. Sən də bunun şunuru da baş beynimə aparır və qaqa nə edirəm mən bunu? Nəysə də toylarda müğənni zadım ancaq əlimdədir. Bir dənə telefona alım, reaksiyamızı verək. Telefon bu arada siz fikir vermişsiniz olur, bahalıdır uşaqlar. Yəni mən özüm də bahalı insanam. Nəysə də bugün o evdəyik, bir dənə video çəkirik, paylaşırıq. İndiki uşaqlar Oy zibil. İndiki uşaqlar belədirsə qaqa görün biz necə olmuşuq da yəni. Hələ birini də vurmaq istəyirdi. Tüfü sən üzvə. 90'lar uşaq olanda. Şöyle yetim başı anasız qalın. Pesok dağıtmağa görə qaqa indi də elədi valla. İndiki uşaqlar yazdı baba bu. Həmin baba şapalaq uşaq qıraqda futbol paltarzat geyinir. O inanırsınız ki Azərbaycanlı deyil. Azərbaycanlıda Şuşa bilirsiniz necədir? Mənə atam bir şey deyir ki pəncərəni yavaş bağla ki Şuşa sınıb zad eləyər. Allah haqqı. 1 yanvar mən. 1 yanvar nə əlaqə? 1 yanvar nə günüdür qaqa? Hə, yeni il günü. Ay qaqa mən nə danışıram? Oyda. Gözlerim açılmır. Ama açılmalıdır bu yaxında. Bu Hikmət Saveski əməli baş temadır yəni. Bu arada həqiqətən də gözlərim açılmır amma açılacaq bu yaxında. Çünki nəyə görə açılmalıdır? Çünki sən kanalıma abunə olmursan. Nə əlaqə? Nəsə keçdi o video inşallah. Bugün biraz enerjiliyəm, fikir verməyin. Bütün maaşı az pul Manatoya. Az pul Manato bu arada bilmənlər istəyirəm, kredit almaq istəyirdi. Çünki özüm oradan bol-bol kredit alıb ödəyirəm. Bu arada videomuzun baş sponsoru az pul Manatoya. Rahat şəkildə kredit götürə bilərsiniz və xırda şəkildə faiz ödəyə bilərsiniz. Məndən babat olar ha, aparıcı sponsor aparan. Yox da yəni reklamçı. Hə, baxa nə deyir bu? Həqiqətən Allah sənə o ruzini yetirirsə, onun çıxacağı olmalı. Ay qardaş, çıxacağı olmayana bəla gəlir. Bax bunu deyirəm ha sizə. Verən əl alın. Bax O elə benim söyləyəcək. Videonu tez çevirmək istədim. Dedim ki, yox. Yaxşı söz oxşayır nəsə. Belə mahnı varsa söyən deyir uşaqlar. ətrafında bax. Ağlını verməyə o haram pul yeyənlər demirəm ha. Halal pul. Bu arada mənə başım çıxmır az pulma Manato nə bilim nə. Heç bilmirəm. Bunlar nə deməkdir ümumiyyətlə mən uzağam. Nəysə də bu video kimə aiddir göndərin onu getsin. Göndərin çox kredit alan dostunuza. Kredit deyəndə ki, yəni ki, çox borcu olan dostunuza göndərin getsin qaqa. 2003'lü qız yəqin siz də o vaxt rap falan dinləyirdiniz. 2003'də bir tüfüb belə Azərbaycan demədim amma uşaqlar. 2003'lü qız yəqin, yəni 2003'lü qız deyir oğlana. Yəqin siz də o vaxt rap falan dinləyirdiniz. 2003'də biz. 2003'də mən heç nə xəbərim olmayıb. Bilmirəm, özüm 2009'am. Bu qızdı yoxsa oğlan? Yox oğlan deyəsən. Qaqaş böyüyüb görəsən indi nə fikirləşir? Neçə yaş olar məncə? Məncə 30-35 olar. Yağlar elə olmaz amma olardı yəni. Oraya yaxın. Bu nə edir? Bunu harda paylaşıb? İlk səfərdə görürəm bu arada. Bardı yastığım necə uşaqlar qiymət verin. Mənə reski çağırdılar. Mənə reski çağıranda beyin gedir, reski gedirəm. Video yarım saat sonra çəkirəm davamından görürsünüz. Yəni beyin o qədər deyildi ki, sizə bağlıdır ki, mən bunu eləyirəm. Uşaqlar bu arada nə deyirdim? Mən deyirdim ki, yastıq məndən böyük görsənir videoda. Yəni məndən çox görsənir amma olan şeylərdir. Yəni olanımız budur. Mən istədim. Utanmıram istədim. Çəkinmirəmsə kəncəm yerdə yoxdur. Bir kəlmə, toyda hamı özünə birini bəyənən vaxtı mən kababın hansı yeməkdən sonra gələcəyini düşünürəm. Bu necə cümlə qurmaqdır qardaş? Toyda hamı bir-birini bəyənir, nə əlaqə? Oyda o vaxtı mən də toylara gedəndə ancaq kababı gözləyirdim də qaqa. Ayıbdır ya. Kababı gələn kimi də mal kimi yeyirdim. Bizim problemləri vecimizə almama səviyyəmiz.
Mədəni formada deyirəm, amma burada belə şey deyə bilmirəm. Çünki çəkinirəm mən belə şeylər deməkdən. Nəsə baxaq. Plus boğazda hər iki tərəfdə bax, baba bu səviyyədə görsən, bax bu qlandalardır. Allah haqqı məndə belə bir vəziyyətdir. Kəsirim leşdir. Bütün kəsirim var imtahanlardan. Mən video çəkirəm burada. Cəmaət imtahanı hazırlaşır, mən burada video çəkirəm. Qədrimi bil. Hər iki tərəfdə bunlar çox böyükdür, nəfəs yolunu daraldır. Bu arada Allah rəhmət eləsin Tosuya. Tosu elə bir dəqiqədən bir eləyib, elə gəl mən də bir dəqiqədən bir imtahan yazanda gələ belə eləyim ki, vecimə deyil. 55-10 manat keçən kimi başına daş salmaya gedirəm. Dey Allah haqqı. Qaqa düşəcəksəm də kolanın içinə, yeməyin içinə. Yemək kola nə əlaqə? Sizin məqsədiniz nədir? Bu arada əlimdə 17 yox, 15 manat pul var, onu xərcləmirəm, dəymirəm. Salam aleyküm. Necəsiz? Nə var nə yox? Mən sizi televiziyada görmüşəm. Yəni nə bilim, məncə qurumadı video. Amma ki yəni bu cür demək üçün səbəb ola bilərdi. Yəni ki, dostu falan olub uşaqlar. Bu belə aktyorlar deyil yəni. Çox yaxından əlaqəmiz olub. Bizim bir neçə gün danışdıq, zəng eləmişdim ona. Dedi ki, bu barədə biraz məlumat aldım ona ki, niyə belə eləmirsən? Qayıtdı dedi ki, yox, heç nə yoxdur ortada. Sadəcə rahat ola bilərsiniz. Eko bəy. Stipendiya, yəni stipendiya o bilirsiniz də nədir? Mən nəyə görə hər şey açıqlamam? Danışa bilmədim. Nəyə görə hər şey açıqlama verməliyəm? Bilirsiniz də, stipendiya alandan sonra dostumun cırılmağı. Dostum stipendiya almır bu arada deyim biləs. Dostum var ki mənim. Dostu olmayandan sonra adamın pulu olsa belə adam kasıb sayılır. Dostu olmayandan sonra daha doğrusu. Yəni dostum yoxdur. Təkəm. Kurşun Galimbacım, ben Galimbacım sevinsin ki onu balaya düşürür. Ben böyle götürmeye Stipendiya əlavə pul kimi də başa düşürsünüz. Dövlət verir axı, sən sevinməlisən. Yəni başqa yolun yoxdur. 6-cı qoldan sonra. Nə günahdır, nə ayıdır, anam əvəla. Bu arada futbola baxmıram, futbola baxanlar anladı. Deyəsən Qarabağ 6-0 deyəsən uduzmuşlar arası, bilmirəm. Yoxsa 0-6 uduzmuşlar arası, 6-0. Səhv tutulur qaqa məndə. Vallahi mən burada nə səhv çalışım səhvə yol verməyim arada olur. Yəni necə deməliyəm? Azərbaycan dilinə çevirmək olar. Bu necə olur? Qardaş, nətər oldu belə başladın videolar çəkməyə? Bu arada ChatGPT-ni ilk səfər video atan görürəm birinə. Necə oldu belə videolar çəkməyə başladın? Koperavat eləsin, biraz ağrışdı. O da bizim dildə danışır, vayın oturub. Deyir, nətər oldu, deyir, videolar çəkməyə başladın. Valla başa düşmür. Yəqin ki, qulaqlarında problem var. Məncə başıma bir hadisə gəlib. Çağırırlar bir söz deyirlər bir dəfə eşitmirəm, amma yalandan hə deyirəm. Sonradan soruşuram ki, nə dedin sən? Deyir ki, bayaq dedim də nə baş verliysən, yalandan hə deyirsən. Yəni başıma bu hadisə gəlib. Yəni bunu deməyimin bir məqsədi yoxdur burada. Sadəcə mənim videola yuxularımın əlaqə səviyyəsi indi. Bu həyatda heç kim bloka atmağa ehtiyac yoxdur. Bu həyatda bloka atmağa ehtiyac. Bu nə tür düzəldiblər qaqa? Bunu dalbadan necə itəliyib? Yoxdur. Qoy kənardan baxıb Kim itirdiyini. Oy siz neynəmişsiniz qaqa? Oy bütün tanınmışlar buradadır məndən başqa. Mən də tanınmışam axı. Bu arada bu həyatda heç kim bloka atmağa ehtiyac yoxdur. Bax niyə atmısan mən blokdan çıxıb tez-tez? İmtahana hazırlaşanda beynimdəki səs imtahandan keçib qaqa lazım deyil mənə bu beyindəki səs. Olmayanlara qismət. Amin inşallah. Amin inşallah olmayanlara təkər qismət olsun elə. Ay, Elgiz nə vaxtdan Polad Alandarı yerini keçir, mənə çox maraqlı gəlir. Bu arada baxan kim bildim ki bu Polad Alandardır, çünki mən çox baxmışam Qurdavatçısına. Baxanlar videomu bəyəndi, tez bəyəndi, yəni gizli şəkillərindən sizə düzəldib qrupa atarlar. Köpək uşağı boşluqdan istifadə eləyirlər. Bu arada bu mənə aid bir şey deyil, niyə yükləmişəm bilmirəm. Burada aid olanlar ola bilər. Mən belə gizli şəklim zadım yoxdur özümdə. Yəni bilirsiniz də yəni ki cavan oğlanın başlayırsınız. Gizli şəkil mənlik deyil. Mənim ancaq videolarım gizli ola bilər. Nəysə, pis oldu yanma. Kaş deməsəydim bunu. Mən heç kimi tərk etmirəm, varlığımın qədrini bilməni yoxluğumu hədiyyə edirəm. Qaqa, tualetdə də yox da qaqa. Tualetdə də yox da. Zamanı tualetdə PUBG oynayırsan, WhatsApp-a girirsən. Bu ədalətsizlikdir. 4 il universitet, 2 il magistr oxuyandan sonra əmi uşaqları ilə girişdiyimiz biznes. Qaqa, biznesiz köhnədə qalıb elə bir. Tualet kağızları da o yığmışsız qaqa. Qaqa, bu nə deməkdir qaqa? Neyini ispod tualet kağızını? Nə qədər adam sır orada? Nə qədər yuyulur? Tualetten çıkandan sonra da Tualetdə, hamısı mədəni formada ayağı oldu. Necə eləyəcəksiniz?
Neyse de bir videomuzun sonuna geldik. Ümid edirəm video xoşunuza gəldi. Like atıp kanala abunə olmayı yaddan çıxarmayın. Gələn videoda görüşmək üzere. Sevilirsiniz.